Salam dəyərli izləyicilər, ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən Qarabağın bəzi futbolçularının maaşı açıqlanıb. Bu sıraya Abdullah Zubir, Nəriman Axundzadə, Bəhlul Mustafazadə, Toral Bayramov və digərləri daxildir. Deməli, Qarabağda ən çox maaş alan oyuncuların siyahısına Abdullah Zubir başçılıq edir. Deməli, qeyri-rəsmi rəqəmlərə görə Zubirin maaşı 80-100 min avrodur. Yəni, aylıq maaşdan söhbət gedir dəyərli izləyicilər. Kevin Medina 45-60 min civarında maaş aldığı qeyd olunur bu futbolçunun. Yerli futbolçular arasında Toral Bayramov, Bəhlul Mustafazadə və qapıcı Şahruddin Məhəmmədəliyevin maaşları 20-40 min aralığında, yəni avro ilə qeyd edirəm, deməli dəyərləndirilir və Nəriman Axundzadənin maaşına gəlincə bu mövzuda da bir məlumatımız var dəyərli izləyicilər. Deməli, Nəriman Axundzadənin hazırda aldığı maaş 12 min manatdır, yəni Azərbaycan manatıdır və futbolçu 2023-24 mövsümündə mövsümün ilk yarısında 1700 manat maaş alırmış. Çempionlar, daha doğrusu Avropa Liqasında Braqanın qapısına həlledici qolu vurandan sonra həmin maaş 5000 manat olur. 2024-cü ilin yayında Səudiyyə Ərəbistanının adı açıqlanmayan klubu Nərimanı transfer etməkdən maraqlı olur və ərəblər gənc oyuncuya aldığı maaşdan 3 dəfə çox, yəni 36 min manat təklif eləyirlər, lakin Qarabağ oyunçunun transferindən imtina edir və onu klubda saxlayır və hazırda ən çox tənqid olunan futbolçu olan Nəriman Axundzadə ilə Qarabağın ən az maaş alan oyuncusudur demək olar ki və 12 min manat maaş alır.